İzahlı test 66-cı hissə 5-ci sinif ingilis dili. Sərin suda üzmək gözəldir. Choose a correct translation. Düzgün tərcüməni seçin. It's good to swim in cold water. Sərin soyuq suda üzmək yaxşıdır. It's pleasant to swim in cold water. Sərin suda üzmək xoşa gələndir, yəni gözəldir. B bəndi doğru cavabdır. We like to swim in warm water. Biz isti suda üzməyi xoşlayırıq. Bu da olmayacaq. It's easy to swim in water. Suda üzmək asandır. Doğru cavab B bəndidir. Choose a correct variant. 7-ci sual zera zeriz cümləsinə aiddir. Zera zeriz vardır mənasını verir. Many apples on the table. Sual cümləsidir. İsimdə cəmdədir. Is there, are there, there isn't. Is there olmaz çünkü is there tek isimlerine işlenir. Zera olmaz çünkü sual cümlesidir. Sual cümlesinde A keçir əvvəla. C bəndində are there many apples on the table. Stolun üstünə çoxlu almalar varmı? C bəndi doğru cavabdır. There isn't da olmaz çünkü apple sözü almalar cəmdədir. There isn't gərək təkdə olaydı. Həm də bu inkarlıq bildirir. Amma cümlə sual cümləsidir. 8-ci sual. Match the parts of the sentence task 8, 9, 10. 8, 9, 10 cümlələrinin tərəflərini tapın. How much sugar in your tea? Sugar sayıla bilməyən isimdir. Onunla sayıla bilməyən isimlərdə cəm forması yoxdur. How much sugar is there in your tea? Is there in your tea? Bir də B bəndi olacaq. Four boys in our group. Four boys in our group. Görürük burada isim cəmdədir. Gərək zera olsun. Zera four boys in our group. 8-də C bəndi. Many books atsa boxdur. Many books box kitablar cəmdədir. Sual cümləsidir. Ona görə A-ya gərək olsun. A-ya many books atsa boxdur. Kitab mağazasında çoxlu kitablar varmı? 3 də A bəndi olur. 9 ilə onun cavablarını şərh bölməsində yaza bilərsiniz.